Və çağırır cəlladı, deyir ki, sən ümumiyyətlə şallaq vuranda neçə şallağa dözür adam? Deyir, mən şallaq vuranda 10-da artıq ölür. Şallaqlayanda 10-da artıq ölür. İmam Əhməd dözür. Şallaqlayırlar İmam Əhmədi. Dözür. Özü də deyirlər, birinci şallağı vuranda İmam Əhməd deyir, Bismillah. İkincidə deyir, La havlə və la quvvətə illə billah. Üçüncüdə deyir, Quran Allahın kəlamıdır, məxluq deyil. Döyürlər bunu. Deyir, Quran Allahın kəlamıdır, məxluq deyil. Dördüncüdə deyir ki, Qullən yusibənə illə mə kətəbəllahu lənə. Tövbə surası 51-ci ayəni oxuyur, sonra daha özündən gedir. Sonra ayılır, toxunmur sonra Muhtasim. Toxunmur, hələ qalır zindanda. Sonra Muhtasim də ölür. Gəlir Vasiq. Vasiq ona toxunmur xəlifə. Lakin ev dustağı eləyir. Ev dustağı eləyir, o da ölür. Sonra gəlir Mutavakkil xəlifə. Əlhamdülillah, Allah Teala ona hidayət verir. İslah eləyir düz yola. Yəni, sünnənin yayılmağına səbəb olur. İmam Əhmədin səbəbi ilə. Və belə bu fitnə, bu imtihanlar qutarır. Təsəvvürün, imtihan ağır imtihandır.